Salam olsun Azərbaycanımızın qeyrətli və mərd insanlarına, gözəl insanlar. YouTube kanalımıza, TikTok səhifəmizə bacımız müraciət eləyərək vəziyyətinin pis olmağı barəsində və övladının hal-hazırda vəziyyəti ağırdır. Mən bilmirəm nə xəstə idi, bacımız özü deyəcək. Övladım 3 il bundan öncə yatdığı vəziyyətdə səhərə yaxın sudurqa keçirdi. Həkimlər gəldi, yoxlanış elədi, heç bir qızdırma, heç bir şey olmadan. Aha. Onu da apardıq xəstəxanaya. Orada dedilər ki, başında quyusu var. Başında quyusu var. Aha. 3 ildir müalicə gedir, 3 ildir müalicə elektrik, loqopedə, yəni hər əlimiz çatdı, ora qədər aparmışıq. Aha. Sadəcə həkimlər bu yaxınlarda yoxlanış təkrar olundu, heç bir irəliləyiş yoxdur. Uşağında nitqində geriləmə var və təkrar. Nitq yəni danışa bilmir də belə. Danışır, hərfləri artıq bir çoxunu yeyir, çoxunu deyə bilmir. Davamlı olaraq müalicə getməlidir. Bəli, birinci müalicəsi yanlış olunduğu üçün yenidən quyunun dərəcəsi artıb. Müalicə olunmasa, sudurğa tutsa yenidən əqli geriləmə başlayacaq və mənim heç bir imkanım çatmır. Yoldaşım qəza keçirib, aylardır yataqdadır. Yəni, başqa heç nə edə bilmirəm, uşağım da çarəsiz qalmışıq. Başa düşdüm. Gözəl insanlar, gəlin bir dənə bacımıza dəstək olaq. Gücümüz nəyə çatır? 1 manat, 3 manat, 5 manat dəstək olaq. Yəni, əl tutmaq əldəndir. Yəni, bir insan 3 metr quyuya düşəndə, quyudan çıxmağa bir kəndiri olmasa, bir nərdvanı olmasa, heç tadı olmasa, tutunmağa bir yeri olmasa, ən azından çağırır deyir ki, kömək edin. Yəni, insanları çağırır köməyə. Yəni, o quyudan çıxmaq üçün. Gəlin bacımızı ən azından düşdüyü quyudan çıxardaq, xahiş edirəm.